pul qazansın. Hər bir şey. Bilir, məsəl üçün, filan kəs özün ağır aparır, atman gəlir, filan mahnı. Mənə lazımdır. Mən buyam. Məni sevirlər. Gedirəm oradan da pul qazanıram, buradan da, oradan da, o rayona gedirəm, Naxçıvan uçuram. Mən bilirsən, nəvə saxlayıram, uşaq, mən nəvə oxuduram xaricdə. Bu yaşda deyəndə neçə yaşı var? Yox, fikirləşmərəm mən. Bir dəqiqə, durum belə eləyim ki, bir dəqiqə. Durum belə eləyim ki, yox, mən qoy filan mahnıları oxuyum. Qoy desinlər ki, filan kəs ağırdır. Əşi, sən Allah boş ver geçsin. Gənclər mənim mahnımı sevir. Məni sevir. Mən baxmıram ki. Bəli. Mən gedirəm, ara çağırırlar, gedirəm, oxuyuram. Ad günümü də getdim bu il Dubayda keçirdim. Gələn İspaniyada. O birisi Stockholm'da. Pul xərcləmişsiniz. Əla da xərcləmişəm, qazanmışam, xərcləyirəm də. Sağ olun. Mən aya, bir alo demək istəyirəm. Alon Qoqurağa. Aya mən 25-30 min qazanıram. Bax belə qaça-qaça hər gün. Günə 1500, 2000, 3000 var. Gündə. Bəli, niyə olmasın ki? Yox, oturum. Bu kabinetlərdən mi? Bir dəqiqə, oturum. Bir dəqiqə deyə söz danışıram. Oturum gözləyim kimsə mənə toya çağıracaq, gedim yarım saat. Var, yoxdur. Toy alanda toya gedirəm. Banket olanda banketə gedirəm, gecə kabinetə gedirəm, ora gedirəm. Mənə pis şey deyə bilməzlər, mənim o yaşım deyil. Ki, mənəsə kimsə desin ki, getdi, neynədi, yox. Mən para qazanıb, uşaq oxuduram xaricdə. Mənə o lazımdır. Konsert, özüm də ilham alıram. Gənclər sevir, mənlə bərabər əzbərdən oxuyur. Ad günü də heç vaxt keçirtməyəcəm. Heç kəsin ad gününə getmirəm. Müğənnilər, indiyə kimi fikir ver. Getməmişəm, getməyəcəm də, mən də keçirtməyəcəm. Mən hər il ad günümü Stockholmda, gələnin İspaniyada, bir dəqiqə, İspaniyada, Alicante'da. Gəlməmişdim ad gününüzə. Mən burada yox idim mümkündə. Burada olsaydı gələcəkdi deməyinə bax. Yox, yəni çox getmirəm. Mən özüm də eləmirəm. Eləmirəm də, eləməyəcəm də, heç vaxt. Mən burada xərc qoyub ad gün elədiyimi uçaram bir dənə ölkəyə, görmədiyim ölkədən kayf alam. Var, Sevinç xanıma Mənim daxilim Azərbaycan deyil. Vaxtınız xeyir olsun.